Salam dostlar. Bu videoda sizə AutoCAD-da Lisp vasitəsilə necə sadə şəkildə uzunla profil yaratdığımı göstərəcəm. İlk olaraq Lisp-i yükləyək. Upload edirik. Aşağıda successfully loaded. Yükləndi. Close. Artıq biz bura Lisp-in əmrini yaza bilərik. Bizim burada Lisp-imizin əmri defunun qarşısında Pro-dur. Biz də burada indi Pro yazıb Lisp-i yükləyəcəyik. Birinci biz burada baxırıq. Deməli, birinci stansiyamız sıfırdan başlayır. 25 metrdən 1-dir. 0, 25, 50, 75, 100 gördüyümüz kimi. Birinci yüksəkliyimiz də 300-dən başlayır. Biz bunu bilirik. Demək, bunu götürürük. Kopyalayırıq. Deməli, biz bura Pro əmrini yazırıq. Enter. Birinci stansiyamız 0. Birinci yüksəkliyimiz 300. Aralıq məsafə 25. Ardınca biz bura indi digər yüksəklikləri qeyd edirik. Profilimiz və avtomatik olaraq burada həm stansiyalar, həm də yüksəkliklər görünür. Bu formada gördüyünüz kimi həm stansiyalar buradadır. 0, 0, 0, 25, 50, 75, 100. Həm yüksəkliklər. Gördüyünüz kimi hər şey səliqəli bir formada. Yüksəkliklər burada da görünür. Avtomatik olaraq profil yaranmış olur. Düşünürəm ki, bu video çox faydalı olacaq. Kanala abunə olmağı, videonu bəyənib şərh yazmağı unutmayın. Növbəti videoda görüşənədək hələlik.